Zilhiccə ayında burada hacıların gəlib dayanması, bilin dosta tanışda kim hacı varsa həcdə olub, mütləq bura gəliblər. Bura gəlməsə həcləri batıl olar. Ümrədə vacib olmasa da mühüm əlamətlər, ziyarətlərdəndir deyənə hər dəfə gəlirik. Allaha həmd olsun ki, bizlərə nəsib edib. Ərəfət çölü Həzrəti Adəm əleyhissalam ki, eştiramı, Adəm Peyğəmbər ilk dəfə qadağan olunan meyvədən ki, 7 cənnətdən qovuldu, gəldi bizim dünyaya, bu dünyaya yəni. Özü də, yoldaşı da. Neçə il ağladı, tövbə elədi Həzrəti Adəm. Peşman oldu. Bəzi yerlərdə 40 il deyirlər, bəzi yerlərdə 300 il deyirlər. Hər halda nə xeyli müddət ağlayıb, tövbə elədi, peşman oldu ki, niyə mən qadağan olunmuş meyvədən gedim? İblisə aldanıb Həvvanın vasitəsilə. Bizim gəlib birinci düşdüyümüz şəhər ki var idi, Ciddə, bilirik də, Ciddə şəhəri. Ciddə sözü nənə deməkdir. Ona görə qoyulub ki, insanların hamısının nənəsi olan Həzrəti Həvvanın deyirlər birinci gəldiyi yerlərdəndir. Ona görə də şəhərin adı Ciddədir. Həzrəti Adəmlə Həzrəti Həvvanın bağışlanandan sonra dünyada ilk dəfə qovuşduqları, görüşdükləri yer Ərəfət çölü olub. Bu olduqlarımız yer. Ki, bura Adəm